Sizin fikriniz? Deməli, nəzərə almaq lazımdır ki, 2025-ci ildə Bitcoin özünün tarixi maksimum qiyməti olan 126 min dolları dəyərli qiyməti keçməyi bacardı. Bu özü bir nonsens idi ki, bu dəyəri görsənməyən, hər hansı bir arxasında olmayan, xüsusi Bitcoin spektiklərin dediklərinin əksinə olaraq qiymət əksinə qalxmağa getdi. Bunun əsas səbəblərindən biri 2024-cü ilin yanvar ayında təsdiq olunan birja ETF-ləri, Bitcoin ETF-lərinin təsdiqlənməsi oldu. Bu o deməkdir ki, insanlar birbaşa, investorlar, daha doğrusu iri korporativ şirkətlər Bitcoin birbaşa almadan Bitcoinin qiymətinin qalxmasında qazana bilirlər. Yəni fondlar xüsusi olaraq fondlar yaradılır, investorlar o fondların səhmlərini alırlar, fondlar isə fiziki olaraq gedib Bitcoini birjalardan alırlar və Bitcoinin qiyməti qalxanda dolayı yolla onun qalxmasında qazana bilirlər. Bu da ümumiyyətlə fond bazarından müəyyən miqdarda pul axınının kriptovalyuta sektoruna daxil olmasını təmin etdi və ümumiyyətlə Bitcoin və digər kriptovalyutanın artmasına nəticələndi. Bu 2025-ci ilin ortalarına qədər davam etdi. Amma son dövrdə ki, Bitcoin qiyməti 126 mindən 87 minə kimi düşüş göstərdi. Burada düzdür, bu korrelasiya Bitcoin üçün bu adi haldır. Çünki nəzərə alsaq ki, Bitcoin yarandığı tarixdən 13 dəfə qiyməti 30%-dən 65%-ə qədər dəyər itirib və bu sonradan da öz qiymətini bərpa edərək tarixi yeni qiymətlərə keçməyə bacarıb. Yəni siz hesab edirsiniz, qlobal risklər fonunda 87 min dollara kimi ucuzlaşan Bitcoin yenidən 126 minləri görə bilir. Bəli, hesab edirəm ki, yenidən 126 min yox, hətta 145, 155 min hələ növbəti hədəflər var ki, qiyməti qalxacaq. Bunun əsas səbəblərindən biri də dünyanın iri misal göstərən BlackRock şirkəti, hansı ki, dünyada 13 trilyon dollarlıq investisiya portfelini idarə edirlər. Onlar hazırda Bitcoin sahibləri kimi top 3-də olan şirkətlərdən biridir. Təsəvvür edin, onlar investisiya portfeli qurarkən onlar yaxın müddətli, qısa müddətdə planlaşdırmırlar. Yaxın 10 ili planlaşdıran bir şirkətdir. Təsəvvür edin ki, bu investisiya təkan nə deməkdir? Digər pərakəndə alıcılar üçün də bu cür investorların bazarda olması çox önəmlidir. Ola bilər, qısa müddətdə dalğalanmalı olsun. Təbii ki, kriptovalyutalar riskli olsa da digər ənənəvi aktivlərdən daha çox qazanc gətirə bilir və buna görə də adətən yeni nəsil investorlar daha çox rəqəmsal valyutalara investisiya. Çünki sadəcə burada qısa müddətdə daha çox qazanmaq imkanı var. Bu da həmişə, belə deyək də, yeni investorlara motivasiya edir ki, ənənəvi aktivlərdənsə keçsinlər kriptovalyutalara. Nəzərə alaq ki, bir zamanlarda hətta bir neçə dəfə olub ki, tarixən nəinki bir kilo qızılın qiymətini belə keçə bilib, Bitcoinin qiyməti. Bunun əsas tərəflərindən biri odur ki, bəzən olur ki, qızıl özü düzdür, tarixən 10 min illiyə əsasən, belə deyək də, tarixi olan bir aktivdir. Amma nəzərə alın, 2015-ci ildən 2025-ci son 10 ildə cəmi 2 dəfə yarım qiymət artıb. Amma Bitcoin, təsəvvür edin, 2015-ci ildə 300 dollar olan Bitcoin gəlib 2025-ci ildə 127 min dollar. Bu hardasa 40 min faiz üzəri bir qazanc metodudur. Amma yeni nəsil investorlar da ancaq baxırlar statistikaya. Statistika nə deyil? Ola bilər, bəli, qısa müddətdə bu daha çox riskli ola bilər, amma uzun müddətli mövqedə Bitcoin həmişə, belə deyək də, sahiblərinə qazanc gətirmə ehtimalı daha çoxdur. Çox sağ olun, minnətdarıq Seyhun müəllim.